Dəyərli dostlarımız, Xırdalan şəhərinə, bütün yaşayış obyektlərinə, mərkəzi yola, Bakı-Sumqayıt yoluna, mərkəzi Xırdalan şəhərin xəstəxanasına, 10 saylı məktəbə, çox yaxın bir ərazidə sizlərə şəxsi özünə tikilmə 3 sotun içərisində 5 otaqlı mülk təqdim eləyəcəm. Dəyərli dostlarımız, mülkümüzün çıxarışı var, qiyməti isə 170 min manatdır. Real müştərilərə əla indirim olunacaq da, əla indirim olunacaq real müştərilərə. 3 sot torpaq sahəsinin üzərində inşa olunub şəxsi özünə tikilmə bir mülkdür. Dəyərli dostlarımız 5 otaqdan ibarətdir. Mərtəbələr arası monolit betondur. Bostan sahəsinə kimi ayrılıb, navesinə kimi vurulub. Həyətinə də 2-3 dənə avtomobil daxil etmək mümkündür. Ehtiyac da yoxdur. Çünki məhəlləsi çox geniş bir məhəllədir. Evin həyətyanı sahəsi üçün sanitar qovşağı sizə təqdim edəcəyik və mərkəzi giriş darvazası. Dəyərli dostlarımız, həyətyanı sahə tamet daşlarla örtülüb, mərkəzi giriş darvazası, qaz, su, işıq mərkəzidir, kanalizasiyanın drenajlarına kimi hamısı çəkilib, sanitar qovşağı təqdim eləyək. Dəyərli dostlarımız, çox gözəl, ideal sizlərə bir həyət evi təqdim edirik. Həyətyanı sahədə palma ağacına, ərik ağacına, itburnuya kimi hamısı əkilib, gözəl dizayn edilib. Demək, belə izahat verim ki, bura eyvan sahəsidir. Yerdən kürsülüdür, ağlay daşlarla örtülüb. Evin üzərisi qabançıq daşlarla işlənilib. Burada ehtiyac su baseyni xəttinə kimi, səhv eləmirəmsə, elə bir şey olmalıdır. Ehtiyac su çəni olmalıdır. 055 291 3565 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Siz də mülkünüzü satmaq istəyirsə, qeyd etdiyim nömrələ əlaqə saxlayın. Bakı şəhəri, bütün ətraf ərazilərdə dəyərli dostlarımız sizlərə ideal, şəxsi, mükəmməl bir ev təqdim edəcəyik. Gəl, bismillah eləyək, evin içinə daxil olaq. Dəyərli dostlarımız, bismillah olsun, dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhliz vasitəsilə. Solda, girişdən solda yerləşir evin mətbəx sahəsi. Mətbəx mebelin yerləri, aksesuarların xəttləri, istilik sisteminin xəttinə kimi, kanalizasiyanın xəttinə kimi, qaz, su, işıq, hamısının xətti quraşdırılıb tamamilə hazır bir vəziyyətdədir. Geniş bir şəkildə mətbəxi təqdim edək, pəncərə sahəsi öz həyətyanı sahəsinə baxır və dəyərli dostlarımız qoz ağacından yığılma qapılardır, qoz ağacından. Keçək, burada yerləşir evin qonaq otağı. Maşallah olsun. Gözəl bir twisten sahəsi var, modern üslubda inşa olunmuş pəncərə sahəsi öz həyətyanı sahəsinə baxır. Demək, bura pəncərə avanlıdır, dəyərli dostlarımız. Belə avanlı yığılıb, istilik sisteminin xətti də atılıb, 2 ədəd radiator bağlamaq mümkündür. Twistentin yerlərinə kimi quraşdırılıb tamamilə hazır vəziyyətdə, tavan sahəsi alçıvanlı, ideal iş görülüb də, ideal. Burada yerləşir birinci mərtəbəyə məxsus birinci yataq otağı, gizli işıqlarına kimi yığılıb, evin arxa tərəfinə də keçid etmək mümkündür. Pəncərə evin arxa tərəfinə baxır, onu da təqdim eləyəcəyik sizlərə. Burada dəhlizdir. İstilik sisteminin xətti, birinci mərtəbəyə məxsus sanitar qovşaq, tam təchizat, bütün aksesuarlarına kimi yığılıb tamamilə hazır vəziyyətdədir. Görək, bunu aça bilsək. Açacağıq inşallah. Gəl, dəyərli qardaşım, gəl. Demək, dəyərli dostlarımız, buradan evin arxa tərəfinə keçid etmək də mümkündür. Abşifka taxtalarla yığılıb naves sahəsi, istilik sisteminin xətti burada nəzərdə tutulub, kombi aparatının yeri təyin olunub burada. Burada da belə bir bostan sahəsi var, ağacı əkilib, bir ədəd ağac sahəsi var. Evin arxa tərəfindən görünüşünü sizlərə təqdim edirik. Gəl keçək, ikinci mərtəbə ilə də sizləri tanış edirik. İlk öncə keçməmişdən qabaq, zəhmət olmasa siz öndən buyurun, pilləkən altı kladovkanı da təqdim edək sizlərə. Artıq əşyalarınızı yığmaq üçün dəyərli dostlarımız belə bir kladovka sahəsi var. İçi doludur, çəkməyə ehtiyac yoxdur. Qalxaq ikinci mərtəbəyə doğru. Siz öndən buyurun, dəyərli dostum. İkinci mərtəbədə yerləşir yataq otağı, sanitar qovşaq. Çox möhkəm bir pilləkən sahəsidir, fıstıq ağacından yığılma pilləkən sahəsidir. Dəhliz vasitəsilə otaqlara bölgülərdir. Dəhlizdən eyvana keçid etmək də mümkündür. Eyni dizaynda burada da sanitar qovşaq yerləşir. Tam təchizat bütün aksesuarlarına kimi yığılıb. Qiymət də ki 170 min manatdır. Real müştərilərə
super endirim olacaq da, super endirim olacaq. Tavan sahəsi giriş koduna kimi qoyulub, tavan sahəsi alçıban spot lampalarla işlənilib. İkinci mərtəbəyə məxsus birinci yataq otağıdır. Böyük kvadrata malik yataq otaqları var. İlk öncə buradan başlayaq, ikinci yataq otağı, sonra eyvanı da təqdim edə bilək. Bu sahənin də tavanı gizli işıqlarla yığılıb və üçüncü, sonuncu, belə deyim, beşinci otaq. Beşinci otaq, super da super. Çox gözəl dizayn edilmiş beşinci otaqdır. Eyvanın qapısı açılsa, eyvanı da sizlərə təqdim edəcəm, dəyərli dostlarımız. Ərazi, yerləşmə yeri Xırdalan şəhərində, mərkəzi xəstəxananın tam arxasında, ideal bir yerdə yerləşir, ideal bir yerdə. Gəl, dəyərli qardaş. Maşallah olsun, nə təqdim elə buranı. Gözəlliyə bax, zəhmət olmasa oradan təqdim elə, dəyərli qardaşım. Ətraf ərazinin hamısı villalarla doludur. Allah sizlərə də belə bir mülk qismət eləsin. 170 min manata sizə 3 sot torpaq sahəsində mülk təqdim etdim. Səhifəni bəyənib, like etməyi unutmayın. Sağ olun, sağlıqla qalın.